Gəlin İslam dinini öyrənək. Müsəlman olmaq üçün nə deməliyik? Şəhadət kəlməsi, Allahu Əkbər, Ya Əli. Düzgün cavab şəhadət kəlməsi. La ilahə illallah, Muhammedən Rasulullah kəlməsi nə adlanır? Şəhadət kəlməsi, təkbir kəlməsi, şirk kəlməsi. Düzgün cavab şəhadət kəlməsi. Qiyamət günü ilk hansı əməli soruşacaqlar? Sədəqə, oruc, namaz. Düzgün cavab namaz. Rəbbin, dinin və Peyğəmbərin kimdir? Suallarını harda soruşacaqlar? Axirətdə, qəbirdə, dünyada. Düzgün cavab qəbirdə. Kanala abone olmağı unutmayın.